Dörd olaya baxıram. Bunlar. Saxlayamıram. Bu adamı saxlayamıram. İşte buradayım. Görürsünüz. İnsan, bakın, genç bir oğlan 4 ailəyə baxıram deyir. Deməli, zibilxanadan o bankaları yığıb satmaqla. Amma baxın, bu sərvəti, bu dövləti, bu varı İlham Əliyev ətrafında olan düdüklərlə parçalayır, talayır, dağıdır da ki, bir gədə gətirib Sibrizdən bizim ən müqəddəs yerlərimizdən birini Nardaranın adını qoyub Sibriz, böyük faşiyəxanalar falanlar açmaqla məşğuldur. Yadımızdadır, mən sizə bu yaxınlarda bir neçə vaxt bundan qabaq göstərmişdim. Deyir, Neftçilərdə falan hansısa kafedə qəlyan, viski qadınlara pulsuzdur. Faşiyəxanadır da. Yəni qadınlar gəlir, otururlar, kişilər gəlir, deyək ki, onlara da falan həmən o pivənin, deyək ki, o viskinin pulunu bunlar verirlər. Yəni danışırlar. Açıq, aydın, yəni bugün Azərbaycanda belə, deyək ki, həmən restoranlar, deyək ki, həmən kafe, barlar, faşiyəxanalardır əksəriyyəti. Və onun da ən böyük variantını bugün, deyək ki, bir yevrey gedəsi gəlib şeydə, Sibrizdə, həmən o bizim Nardaran adlandırılan yerimizdə, hansı ki, deyək ki, orada adını da qoyur Sibriz və dənizin də bütün o çimərliklərdə olan qumlarını, deyək ki, daşıyıb Sibrizə daşımaqla məşğuldur və bugün də bizim suda boğulanlarımızın sayı ona görə də kosmik dərəcədə artır. Baxın, söhbət bundan gedir. Yəni, o nöqteyi nəzərdən, indi dünən siz mənə dediniz ki, həmən o yevrey qadınla bağlı. Düzün demiş, mən məsələn demişdim sizə, mən bu belə şeylərin qəti əleyhinəyəm və heç tərəfdarı da deyiləm ki, biz belə şeyləri reklam... Canın ağramasın, canın sağ olsun. Нет, от Турки, мы, евреи, пришли захватить Азербайджан. С сегодняшнего дня ты будешь у меня в рабстве. Ты будешь сидеть на коленях, держать наш флаг Израиля и сказать, «Мен пох Иран, Израиль, да, мен не писёс дедим». Вот так будешь говорить, на коленях. А так нет, мы захватим, ты будешь у нас раб. Bax, İlham Əliyevin yaratdığı növbəti bir ocaq, yəni sabahları, deyək ki, bu millət, bu xalq azad olmaq istəsə, İlham Əliyevə rədd ol demək istəyəndə həmən bu çarxı da işə salmaq. Yəni, sünni şiyə, nə bilim, deyək ki, nə bilim, təriqət davası və yaxud da deyək ki, tayfa davası və üstünə bunun təsəvvür edin. İndi də Yəhudi Azərbaycanlı İlham Əliyev belə bir ocaq da yandırmaq istəyir, hazırlamaq istəyir ki, sabahları təsəvvür edin ki, bir şey olsa bunları da qaldıra bilsin. Və Emin Ağalarov şərəfsiz də deyir ki, Sibrizdə 400 deyək ki, ev satılıb 400'ünü də yevreylə alır. Aslında bunu mən başa düşmürəm. Bunu belə elan eləməklə sən nə demək istəyirsən? Dəlini yadına daş salırsan? Yəni, bax, belə İlham Əliyev və onun hakimiyyətinin türətdiyi, yaratdığı, bax, belə ocaqlar, belə şərəfsizliklər, əziz qardaşlar. Yəni, bizi, deyək ki, çıxılmaz vəziyyətə salacaq, inanın mənə. Yəni, o nöqteyi nəzərdən biz gərək bəri başdan əvvəlcədən də öz işimizə görək. Yəni, bunları yavaş-yavaş, məsələn, mən təbii məsələdir, bunu siyonistlərdən İlham Əliyevin yaratdığı bir şeydir. Yəni, yevrey, yəhudilər hakimiyyəti ilə İlham Əliyevin. Hamımız da bilirik ki, siyonistlər hələ 19-cu əsrin sonlarında Almaniyada yaranıb və belə bir şərəfsiz bir şey, əslində yəhudi dini ümumiyyətlə yəhudilərə dövlət qurmağa qadağan edir. Yəni, qanunu, onların dini müqəddəs kitablarında yazılır ki, yevreylər özləri üçün deyək ki, şey qura bilməzlər, dövlət qura bilməzlər. Onlar, yəni, bax, bu baxımdan mən sadəcə olaraq, bax, bizim həmən deyək ki, bir faşiyəni çıxardıb oraya və bunların da hamısının dostlar və bunların da hamısını İlham Əliyev və sübut eləməyə çalışır və Vilayət Eyvazov və onun bandası
Təsəvvür edin, baxın. Bizim boynumuza qoymaq istəyir ki, məhz bu işdə sən də iştirak edirsən. İlham Əliyevin bugün gördüyü bu işlərin hamısının arxasında sənsən. Yəni sən onu dəstəkləyirsən. Sən onu dəstəkləməsən İlham Əliyev bu işləri görməz. Və bugün baxın, Vilayət Eyvazov danışır, baxın. Gündən güclənir, həm iqtisadi cəhətdən, həm siyasi baxımdan. Azərbaycanda sabitlik var və bu sabitliyin təminatçısı cənab prezidentdir. Xalqın ona olan dəstəyidir, inamıdır. İşte xalqın ona olan inamı, dəstəyi, yəni İlham Əliyevə biz spravka vermişik ki, get, nə istəyirsən elə, biz səni dəstəkləyirik. Bax, bütün məsələlər bunlardır, dostlar. Və biz bundan, həmən bu təhlükələrdən heç vaxt sığortalanmamışıq və mən elə düşünürəm ki, təbii məsələdir, yəni bir ilham olmur, 1000 ilham olsun. Yenə o Arazın o tay bu tayında o qədim dövləti olan, yəni qədim keçmişə malik olan o xalqı İlham Əliyev məhv edə bilməz. İlham Əliyev yox, İlham Əliyevdən çox böyük Cihangirlər gəlib bu xalqın deyək ki, heç olmasa adət-ənənəsini dəyişməyə, yəni adını falanını, amma yenə mümkün olmuyor. Təbii məsələdir ki, indən sonra da mümkün olmayacaq. Sadəcə olaraq biz, yəni biz imkan verdiyimiz qədər bizə əzirlər. Məşhur deyimi heç vaxt unutmağa gərək yoxdur. Və həmən bugün məhz İlham Əliyevin və həmən onun bandası, bu gədə var, bu gədə şofer deyirlər, bu Vilayət Eyvazov. Yəni bunun böyük daxili işlər naziri olması özü absurd bir şeydir və həmən bunlara söykənərək bugün İlham Əliyev və onun bandası və bizim başımıza bu işləri açırlar və ona görə də İlham Əliyev deyir ki, Azərbaycanda hamı normal yaşayır, yəni işsizlik falan yoxdur. 5,4,9%, yəni biz başqa ölkələrə, hətta sivil ölkələrə baxanda bizim ölkəmizdə yaxşıdır.